Salam, mən Hüseynli Gülarə, Azərbaycan Dövlət Proqramının qalibiyəm və hal-hazırda Amerikada Johns Hopkins Universitetində maliyyə üzrə magistr təhsili alıram. Müsahibə mərhələsi ilə bağlı bəzi məlumatları vermək istəyərdim. Müsahibə mərhələsində 3 nəfər olur. Təhsil Nazirliyindən olan nümayəndə, Azərbaycan Dövlət Neft Fondundan və eyni zamanda ixtisas üzrə ekspert olur. Birinci hissə başlayır Təhsil Nazirliyindən olan nümayəndənin sualları ilə. Burada daha çox ümumi suallar olur. Niyə bu ölkə, niyə bu universitet, məqsədləriniz nədir, 5 il sonra özünüzü harda görürsünüz, niyə bu ölkəni seçmisiniz, ölkəyə qayıtdıqdan sonra planlarınız nədir, ölkəyə necə fayda verməyi düşünürsünüz və s. tipli suallar verilir. Daha sonra isə tamamilə ixtisas sualları verilmişdi mənə, həm ekspert tərəfindən, həm də Dövlət Neft Fondundan olan nümayəndə tərəfindən. Stock bond fərqi, valuation method, discounted cash flow, weighted average cost of capital, MPV, internal rate of return və s. tipli suallar verilmişdi. Onların qarşısında sizin transkript açıq olur və oradan istədikləri fəndən sualları verə bilirlər. Daha çox sizin transkriptiniz üzrə olur suallar, yəni orada olan fənlər üzrə olur. Hətta bəzi uşaqlara statistika, ekonometrikadan da suallar verilib. Burada yəni sizdən formula istənilmir əlbəttə. Əsas mövzunu izah eləməkdir, konsepti onlara tam çatdırmaqdır ki, siz bilirsiniz bunu doğrudan da, bunu göstərməkdir əsas. Son olaraq da hər birinizə müsahibə mərhələsində uğurlar arzulayıram və əgər başqa suallarınız da varsa, həmişə cavablandırmağa hazıram.